90-cı illərin əvvəllərindən, Cəbrayıldan gələndən mən bu kəşanədə, bu kredo yazılmış demək, otaqlarda işləmişim. Həyatımın demək, az qala 35 ili, 33 ili burada keçib. Burada çoxlu xatirələr, həyatımın ağırlı günləri oldu. Amma ən başlıcası burada mən çoxlu kitablar yazmışam. Kredo qəzetinin 2000-ə qədər nüsxəsi çap olunub. Bu, Azərbaycan mətbuatının tarixində əbədi qalacaq bir salnamədir. Hər halda həyat davam edir. Və bugün bu Azərbaycan nəşriyyatı ilə vidalaşarkən mən olub keçənləri xəyalıma gətirirəm və belə qənaətə gəldim. Ömrüm havayı keçməyib. Yaradıcılıqda keçib, tədbirlər, yaradıcılıq tədbirləri, Azərbaycanın çox böyük sənətkarları bura gəliblər və biz bu redaksiyada unudulmaz görüşlər keçirmişik. Söhrab Tahir, xalq şairi Zəlim Xəyyarlı, görkəmli Ali və Vətəriyyən müxadim Nizaməddin Şəmszadə, Böyük Ənvər Nəzərli, onlarca digər sənətkarların hamısı burada fikir görüşlər məndən, ədəbi görüşlərimiz olur, müzakirələrimiz olur. Əlvida Azərbaycan nəşriyyatı. Hər halda çalışacağım Kredo qəzeti bundan sonra davam eləsin. Can sağ olun.